Salam uşaqlar. Deməli, bu gün mən sizə kimya formuloloji hesablamaların testlərinin davamını izahını verəcəm. 59-dan başlayaq. İlk öncə testlərin izahını verməzdən əvvəl sizinlə bir məlumatı bölüşmək istəyirəm. Deməli, uşaqlar, mənim özümün yaratdığı bir qrup var ki, bu qrupda siz deməli mənə yaza bilərsiniz. Uşaqlar, bu qrupda yəni ki, əsas məsələ nədir? Qrupda mən özüm müəyyən sınaqlar tərtib edirəm. Özümün hazırladığı sınaqlar olur. Daha sonra qəbullardan seçilmiş suallar, OTK-dan, modellərdən seçilmiş suallar olur ki, mən ona uyğun olaraq bir sınaq yaradıram. Və sınağın müddəti və başlama vaxtı olur ki, siz həmin bu müddət içərisində o sınağı yerinə yetirirsiniz, işləyirsiniz. Daha sonra işlədiyiniz variantları, yəni özünüzdə qeyd elədiyiniz variantları mənim şəxsi nömrəmə atırsınız. Mən hər bir kəsin o sınağını yoxlayıram və nəticə olaraq sınağın sonunda düzgün variantlarını və qalibləri həmin bu qrupda qeyd edəcəm. Qaliblərdə 1-ci, 2-ci və 3-cü yer olmaqla adları qeyd olunacaq. Və bu sınaq qrupumuz tamamilə ödənişsizdir. Belə ki, siz 051, burada nömrəni qeyd edirəm, 595, 69, 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yəni ki, bu nömrə yazmaqla qruplara qoşula bilərsiniz. Bu sizin üçün çox faydalı olacaq və orada bilmədiyiniz suallar ola bilər, səhv suallar ola bilər ki, həmin o sualların izahını, ümumiyyətlə bütün sınaqların izahını bir video kaydı alacağam və o qrupa yönləndirəcəm. Ona görə də qoşulmağa yəni heç bir problem yoxdur. Bu tamamilə ödənişsizdir və yəni sizin də çox vaxtınızı almayacaq. Həftədə 3 dəfə olmaqla sizə mən sınaq yönləndirəcəm və siz o sınağı işləyəcəksiniz. Daha sonra doğru variantları biləcəksiniz. Səhvlərinizi, bilmədiyiniz suallarınızı da ekran kaydına mən alacağım həmin o test izahlarını. Orada durub siz baxa bilərsiniz, kayda baxa bilərsiniz. Deməli, gəlin indi baxaq. Deməli, neçənci sualda qalmışdıq? 59-cu sual. 59-cu sualın izahını verim. Deməli, 59-cu sualda deyir ki, kuprum oksid birləşməsində misin kütlə payını deyir faizlə hesablayın. Deməli, kuprum oksid birləşməsində bizdən soruşur ki, misin kütlə payını hesabla. Deməli, yazıram ki, omega mis bərabərdir. Misin A yeri 64, böləcəksiniz M-ə. 64 ilə 16-nın cəmi 80. Vuracaqsınız 100%-ə. Bu da neçə faiz eləyəcək uşaqlar? 80%. Deməli, 59-da cavab olur 80%. Sonra gəlin baxaq 60-cı suala. 60-cı sualda deyir ki, alüminium 2-yi S3 birləşməsində kükürdün kütlə payını deyir hesablayın. Yazıram ki, omega kükürd bərabərdir sual. Deməli, omega kükürd bərabərdir. Kükürdün A yeri necədir uşaqlar? Baxın, burada bizə qeyd olunub 32. 32-ni vurursunuz kükürdün sayına. 3 sənəd deyə vururam 3-ə. Bölürəm M-ə. 2 vurulsun 27, üstə gəlinsin 32-ni 3-ə vurduq olur 96. Deməli, siz 64-ü böləcəksiniz 54 ilə 96-nın cəmi. O da neçə eləyəcək? 150. 150 eləyir, səhv eləmirəmsə. Uşaqlar, burada mən 32-ni 3-ə vuranda 64 yazmışam. 96 yazmalıydım burada. 96 bölünsün 150, vurulsun 100%. Bu da eləyir 64%. Deməli, 60-cı sualın cavabı olur 64%. İndi gəlin baxaq uşaqlar 61-ci suala. Deməli, deyir ki, CnH4nOn. Deməli, deyir ki, bu tərkibli birləşmədə hidrogenin kütlə payını hesablayın. Yazırsan ki, omega hidrogen bərabərdir. Hidrogenin A yeri 1-i vurursunuz. Hidrogenin sayı nə qədərdir? 4n-ə. Bölürsünüz M-ə. 12-ni vurursunuz. Karbon ayrı çünki 12-dir. Vurursunuz indeksə n-ə. Üzərinə gəlirsiniz 4n və üzərinə gəlirsiniz 16n. Vurursunuz 100%-ə. Və buradan da qiyməti hesablayırsınız. Yazırsınız ki, 4n bölünsün 32n, vurulsun 100%. Və bunun da doğru cavabı olur 12,5%. Deməli, 61-ci sualın cavabı olur 12,5%. Və 62-ci sualda da eyni tipli sualdır. Burada bizə nəyin soruşur? İndi karbonun kütlə payını. Yazıram ki, omega karbon bərabərdir. Karbonun A yeri 12-ni vurursunuz. Karbonun indeksi n-ə. Bölürsünüz 12n üstə gəlinsin 4n, üstə gəlinsin 16n, vurulsun 100%. Buradan da tapırıq ki, 12n bölünsün 32n, vurulsun 100%. Bu da uşaqlar 37,5% eləyir. İndi isə uşaqlar gəlin baxaq 63-cü suala. 63-cü sualda bizə metallar verib, kalsium metalı verib və natrium metalı verib. Kalsium metalının verib ki, kütləsi 20 qramdır və burada atom sayı n verib. Və kalsium deməli atom sayını da n verib, natrium da atom sayını n verib. Yəni bu uşaqlar nə deməkdir? Deməli kalsiumla natriumun atom sayları eynidir.
və bizdən soruşur bu x-i tapmağımızı. İndi uşaqlar deyirəm ki, 1 mol kalsiumun kütləsi, baxın, ayır nə qədər verir? 40. 1 mol kalsiumun kütləsi 40 qramdır. Bizə isə cədvəldə verir ki, kalsiumun kütləsi 20-dir. Onda bu 20 qram kalsium neçə moldan alıram? Yazaram ki, x mol. Buradan x-i tapıram ki, 20 bölünsün 40, o da 0,5 mol. Deməli, 0,5 mol kalsium var. 0,5 mol kalsiumda nə qədər atom var? Nə qədər atom sayı var? Atom sayını uşaqlar, baxın tapılma qaydası necədir? Atom sayı bərabərdir əmsal və yaxud da mol. Mən onsuz da demişəm ki, məsələn, 4 mol su mu deyirik? Bu 4 deyirdim ki, həm əmsaldır, həm moldur, həm həcmdir, həm də ki, molekul sayıdır. Mən bunu nəzəri izahda demişəm. İndi bu 0,5 həm moldur, həm də deyirik ki, əmsaldır. Yəni, əmsal və yaxud da mol vururduq, deməli, indeksə. Düzdürmü? İndi baxın, 0,5 mol kalsiumda 0,5'i vuracaqsınız. Kalsiumun indeksində heç bir şey yoxdur da 1'dir. 0,5'i 1'ə vuranda yiyəcək 0,5. Deməli, kalsiumun atom sayı, yəni N 0,5'dir. Dedim axı, əgər N kalsiumda 0,5'sə natrium üçün də N verirdi. Deməli, onda atom sayı 0,5'dir. İndi bizə natriumun, deməli, qramı soruşur. Deyirəm ki, 1 mol natriumun kütləsi 23'dürsə, 23 qramdırsa, 0,5 mol natriumun kütləsi uşaqlar onun yarısı qədər olacaq. Yəni 11,5 qram olacaq. Deməli, doğru cavabımız oldu 11,5. İndi gəlin 64-cü suala baxağın. Kalsium verib, bir də maqnezium verib. Deməli, kalsium deyir ki, kütləsi 20 qramdır və atom sayı N-dir, maqnezium üçün də N-dir. Deyirəm ki, 1 mol kalsiumun kütləsi əgər 40 qramdırsa, onda 20 qram uşaqlar neçə moldandır? 20-ni böləcəksiniz 40-a. X bərabərdir 20-ni 40-a böləndə eləyəcək 0,5 mol. 0,5 mol kalsiumda atom sayı necə olacaq? 0,5'i vurursunuz, kalsiumun indeksi 1'dir. Yəni 1'ə. Deməli, onda kalsiumda atom sayı, yəni N 0,5 olacaq, düzdür. Bu da N-dir də maqnezium üçün. Yəni onun üçün də atom sayı 0,5'dir. Onda bu 0,5'i böləcəm mən maqneziumun indeksi, yəni 1'ə. Onda maqneziumun da molu 0,5 mol olacaq. 0,5 mol maqnezium olacaq. Deyirəm 1 mol maqneziumun kütləsi, əgər ki, mən bu qədər sadə izah verirəm ki, tam belə başa düşsün olsun. Yəni ki, çox belə qaranlıq yerlər qalmasın da, tam belə aydın olsun. 1 mol maqnezium kütləsi 24 qramdırsa, ona görə hər şeyi xırdaçılıqla deyirəm. Tənasübdür də uşaqlar, 0,5 mol onun yarısı, yəni 12 qram olacaq. Deməli, doğru cavab oldu 12 qram. Gəlin indi baxalım 65-ci suala. 65-ci sualda deyir ki, 27,9 qram alüminium 2 SO4-dən 3 dəfə vurulsun x mol su. Deməlidir ki, kristal hidratda bu qızdırılır. Gəlin birinci bu kristal hidratı yazaq. Kristal hidrat qızdırıldıqda alüminium 2 SO4-dən 3 dəfə, yəni eyni şey alınır. Sadəcə üzərinə gəlsin x mol su yazırsınız. Yəni, bu kristal hidrat nə deməkdir? Kristal hidrat yəni ki, 2 maddə bir yerdədir. Loru dildə izahını verim. O qızdırıldıqda ayrı-ayrı maddələrə ayrılır. Tamam mı? İndi, nə deyir bizə? 27,9 qram bu ümumi kristal hidratın kütləsidir. Bu nə qədərdir deyir? 27,9 qramdır. Gəlin, hətta mən bunun yuxarı hissəsini yazım. Bu ümumi deyir ki, 27,9 qramdır. Yazdıq. Və bizə də deyir ki, 10,8 qram su ayrılıb. Suyun da yuxarı hissəsini yazıram, 10,8 qram. İndi bizə deyir, x-i hesabla. Uşaqlar, baxın, mən dedim ki, kütlələrin saxlanması qanunu var da. Kütlələrin saxlanması qanununa əsasən, reaksiya daxil olan maddələrin kütlələri cəmi ilə reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabər olmalıdır. Alüminium 2 SO4-dən 3 dəfənin bilmirəm nə qədərdir kütləsi. Ona bir deyək, məsələn, A. Buna məsələn bir deyək A. A-nın üzərinə mən, uşaqlar, 10,8 gəldikdə, kütlələrdən danışırıq da, bərabər olmalıdır 27,9'a. Onda buradan A neçə olacaq? A olacaq 17,1 qram. Demək, A oldu 17,1. İndi, biz buradan x-i hesablamalıyıq. X-i mən təbii ki, bu ikisini əsasən tənasüb quracam. Çünki məndə alüminium 2 SO4-dən 3 dəfə şərtdə verib ki, kütləsi 342-dir. Yəni, aşağısında qiyməti rahat şəkildə yazıb hesablaya bilərəm.
Burada yazacağım ki 18x və tənasibi qururam. Yazıram ki 17,1 vurulsun 18x bərabərdir 342 vurulsun 10,8. Və buradan da x-in qiymətinin 12 alırıq. Belə. Yəqin ki, başa düşdünüz tam olaraq. Gəlin, baxağın, indi 66-cı suala bənzər sualdır. Yenə, birinci kristal hidratdır, natrium yod vurulsun x mol sudur. Bu qızdırıldıqda ayrı-ayrı maddelərə ayrılır. Yəni, natrium yod ayrılıqda və x mol su. Belə. Deyir ki, 9,3 qramdır. Yazıram və həmişə şərtdə verilənlər yuxarı hissədə yazılır. Yazıram 9,3 qram. 7,5 qramdan natrium yodu da alınıb. Yazıram natrium yodunun yuxarı hissəsinə 7,5 qram. Amma suyun nə qədər alındığını bilmirəm də. Buraya yazıram bir boşluq A. A hərfindən işarə edə bilərsiniz. A yazın. Biz də bilirik ki, kütlələrin saxlanması qanuna əsasən reaksiya daxil olan maddələrin kütlələri cəmindən, reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabər olmalıdır. Yəni yazırsınız ki, 7,5 üzərinə gəlsin A bərabərdir 9,3. Buradan A-nın 1,8 qram olduğunu bildiniz. Yəni buraya yazırsınız 1,8 qram. Və aşağı hissəsinə də biz özümüz əgər qram verilibsə, mən sizə demişim, əgər yuxarı hissədə qram verilibsə, aşağı hissəsinə emir, əgər yuxarı hissədə mol veribsə, aşağı hissəsinə əmsal, əgər yuxarı hissədə litrdə olan bir ifadə verirsə, yəni həcm verirsə, aşağı hissədə siz yazacaqsınız, əmsal vurulsun 22,4 şəklində yazacaqsınız. İndi mənə qram veribsə, mən aşağı hissəsində nə yazacağam? Onun emirini yazacağam. Və natrium yodun da emiri 150-dir. Yazıram 150 qram. Burada yazıram ki 18x və tənasibi həll edirəm. Yazıram 7,5 vurulsun 18x bərabərdir 150 vurulsun 1,8 şəklində. Buradan da x-in qiymətinin 2 aldığını tapdıq. Deməli, doğru cavab olacaq 2. Gəlin, indi uşaqlar baxağın 67-ci suala. Deyir, y-in mol sayının y2s5-in kütləsindən asılılığını verib. Və bizə deyir ki, y-in nisbi atom kütləsini müəyyən edin. Deməli, uşaqlar, deyir, y-in mol sayı 0,1 olanda, y-in mol sayı 0,1 olanda, y2s5-in kütləsi 11,1 olur. Baxın, y2s5-dir, düzdürmü? Deyir, y-in mol sayı 0,1 olsun. Uşaqlar, mən onda burada əvvəlinə nə yazım? Y-in mol sayı mənə deyir ki, 0,1 olsun. Əvvəlinə mən bunu 0,5 yazmalıyam ki, 0,5-i y-in indeksinə vuranda, o olsun 0,1. Düzdürmü? Onda mənim bu əmsalım oldu 0,5. Deməli, 0,5 mol y2s5-in kütləsi 11,1 qramdır. Tamam mı? Onda 1 mol kütləsi nə qədər olacaq? X qram yazıram. Buradan x-i tapıram. Buradan x uşaqlar olur 222 qram. Və y2s5-in orada s nədir? Kükürtdür də. Bizdən indi y-in nisbi atom kütləsini soruşur. Deməli, uşaqlar, emir y2s5-in kütləsi 222 qramdır. İndi məndən y-i soruşur da. Mən nə edəcəm? Yazacağım ki, 2 vurulsun, y-in bilmirəm kütləsinə qədərdir. Y üzərinə gəlsin. Kükürdün bir dənəsinin kütləsi 32-dir. Məndə amma 5 dənədir. Ona görə yazıram 5 vurulsun 32. Bərabər eləyəcəm 222-yə. 2y üzərinə gəlinsin 160 bərabər eləyəcəm 222-yə. 2y bərabərdir 62-yə. Buradan da y olacaq 31. Və məndən y-in nisbi atom kütləsini soruşurdu. Doğru cavab olacaq 31. Deməli, uşaqlar, baxın, burada əsas məsələ nə idi? Y-in mol sayı mənə 0,1 deyir. Mən də deyirəm ki, y2s5-in deməli, mən əvvəlində molunu tapmalıyam, əmsal tapmalıyam. O da mənə verib də şərtdə deyir ki, 0,1 y-dir. Mən o 0,1-i bölürəm indeksinə 2-yə ki, əmsalı tapım. Olsun 0,5. Onu tapdıq. Gəlin baxağın 68-ci suala. Deyir, A və B maddələri arasında gedən reaksiyanın qrafikinə əsasən AX, BY birləşməsində X və Y-in cəmini hesablayın. Uşaqlar, fikir verin qrafikə. A üçün, deməli, kütlə 100-dən başlayıb 88-ə düşüb. Baxın, A üçün fikir verin. Nə qədər azalma burada var? 100-dən çıxırsınız 88. Bu olur neçə? 12. Deməli, 12 qram A-nın kütləsidir, düzdürmü? Yəni, 12 qram A reaksiya daxil olub. Nə qədər azalıbsa, o qədər reaksiya daxil olub. Yadda saxlayın. İndi uşaqlar, B üçün baxağın. B üçün görürsünüz ki, 100-dən başlayıb 36-ya düşüb. Onda 100-dən çıxıram mən 36-nı. Bu da edir 64. Deməli, 64 qram B reaksiya daxil olub.
İndi bizə deyir ki, AX BY-dir də formu. Bizə bu indi X-dən Y-i soruşur. Deyir, bir dənə A-nın kütləsi 12-dir. Baxın, 12 qram əgər ki, A reaksiyası daxil olubsa və məndə də bir dənə A-nın qiyməti 12-dirsə, mən o elə A-dan bir dənə götürməliyəm də, düzdürmü? Yəni X-im olur 1. Və Y-ə baxın, bir B-nin kütləsi 32-dir. Məndə nə qədər B reaksiyası daxil olub? 64 qram. 64 qram 2 dənə B-nin kütləsidir. Çünki 1 B-nin kütləsi 32-dirsə, 2 B-nin kütləsi olacaq 64. Deməli, mənim formulum AB2 olacaq. X1, Y-də 2. Məndən nəyi soruşurdu? X-dən Y-in cəmi, yəni 1 ilə 2-nin cəmi olacaq 3. Uşaqlar, gəlin baxaq indi 69-cu suala. Maddələr verib litium 3X və ferium X, dəmir X. Deyir, X-in kütlə payı litium 3X üçün verib X-in kütlə payı 40% və bunun üçün verib Y. Deyir, indi Y-i hesablayın. Deməli, uşaqlar, gəlin litium 3X üçün omega X hesablayaq. Omega X bərabərdir. Deyir, X bölünsün, 3 vurulsun, deməli 7 üzərinə gəlinsin X, vurulsun bərabərdir, 40 bölünsün 100 şəklində olacaq da. 100-ə vuranda bərabər yerində 40-a, 40-ı 100-ə bölmək eyni şeydir də. Burada ixtisar gedəcək, qalacaq 5-də 2. Yazacaqsınız ki, deməli 5X bərabərdir, 21-ni vurdunuz 2-yə, 42 üzərinə gəlinsin 2X şəklində. Buradan 3X bərabərdir 42, X də bərabərdir 14. 14 alınacaq. Yəqin ki, hesablamadım. X 14. İndi bizə deyir ki, bu ferium X-də X-in kütlə payını hesabla. Yazıram ki, omega X bərabərdir. X-in 14 olduğunu bilirik. 14-ü böləcəksiniz. 14 ilə 56-nın cəmi 70-ə vuracaqsınız 100%-ə. Bu da eləyəcək 20%. Deməli, Y olacaq 20%. İndi gəlin baxaq 70-ci suala. Deyir, X, Y2, O4 birləşməsində X-in oksigenə görə kütlə nisbəti 8-də 5-dir. Yazacaqsınız ki, X bölünsün. Baxın, bir dənə oksigenin kütləsi 16-dır. İndi məndə şərtdə nə qədər? 4 dənə oksigendir. 4-dən 6-ya vuran deyir 64. Bərabər edəcəksiniz, deyir nə qədərdir? 8-də 5. Bir belə yazırsınız. Bir də deyir ki, Y-in oksigenə görə kütlə nisbəti. Şərtdə 2 dənə Y var. 2Y-i böləcəksiniz. Deməli, 64-ə bərabər edəcəksiniz. Şərtdə verilən 8-də 3-ə. Yazacaqsınız ki, 8-də 3. Buradan X bərabərdir 40 olacaq. Buradan da Y bərabərdir. Deməli, 12 olacaq. İndi bizə deyir ki, X, Y2, O4 birləşməsində nisbi molekul kütləsini hesablayın. Deməli, bir dənə X-dir. Yəni, 40-ın üzərinə gəlirsiniz. 2 dənə Y, 2 vurulsun 12. Üzərinə gəlirsiniz 64. Bu da eləyəcək. Neçə eləyirik? 128. Baxaq indi 71-ci suala. Deməli, maddələr verib, XO3 maddəsi verib və kalsium X maddəsi verib. XO3 maddəsinin kütləsinin 20 qram, kalsium X-in 36 olduğunu verib və atom sayıları da deyir, eynidir. Baxın, XO3 və deməli, kalsium X-dir. Kalsium X-də və XO3-də, yəni belə deyim də, burada bir dənə X atom, burada 3 dənə oksigen atomu, ümumidə nə qədər atom görürsünüz? 4. Burada bir dənə kalsium, bir dənə də X atom, ümumidə 2 dənə atom görürsünüz də. Yəni, bizə atom sayını eyni veribsə, mən bura 1K, burada 2K əvvəlini yazsam olar. Çünki 1K-nı 4-ə vuranda da 4K eləyəcək, 2K-nı da 2-yə vuranda bu da 4K eləyəcək. Yəni, atom sayı bu vaxt bərabər olmuş olacaq. Onda mənim şərtimdə belə yazıram. 1K, deməli, XO3 və 2K-da kalsium X şəklində yazıram. Və uşaqlar, deyir ki, indi həm bu XO3-ün kütləsi 20 qramdır. Yazıram ki, 20 qram bərabərdir 1K, yəni K vurulsun. XO3-ün emeri X üstə gəlinsin. Oksigenin bir dənəsi 16-dır, 3-ə vurdum, oldu 48. Bir belə yazıram. Bunda da yazıram ki, kalsium X-in deməli kütləsi verib 36. 36 bərabərdir 2K vurulsun. Kalsiumun deməli 40 üstə gəlsin X şəklində yaza bilirəm. Və mən bunu 2 dənə nisbət şəklində yaza bilərəm. Çünki 20-ni 36-ya nisbəti bunun nisbətinə bərabər olmuş olacaq. Yazıram ki, 20 bölünsün 36 bərabərdir K bölünsün 2K vurulsun X də gəlsin 48. Burada da 40 üstə gəlsin X. Burada əsas məsələ K-ları aparmaqdır. K-lar burada ixtisar gedir. 20 ilə 36 ixtisar gedir. Deməli 4-də, burada 5, burada 9 qalır. Deməli uşaqlar, buradan da mən yazıram ki, tənasib şəklində elə bir belə olur da 9-da 5 bərabərdir X üstə gəlinsin 48. Burada yazıram 40 üstə gəlinsin X və həll edirəm. Deməli 200 üzərinə gəlinsin 5X bərabərdir 9X üstə gəlinsin 9 vurulsun 48.
Burada bir şey diqqətdən çıxarmışam. Burada 2 vurulsun. 40 üstə gəlsin x yazılmalıydı. Onda burada 5-i 2-yə vuranda 10 x eləyəcək. Yəni elə bir 5 vurulsun, 2 vurulsun 40. Neçə eləyir? 5 vurulsun 2, 10. Onda 40-a vurdum. Bu oldu elə bir 400. 400 üzərinə gəlsin 10x. 400 gəlsin 10x bərabərdir. 9x də gəlsin 9 vursun 48. Buradan da x-in qiyməti olur 32. Və bizdən x-in qiymətini soruşur. Doğru cavab olur 32. Yenə deyirəm uşaqlar, bax aydın olması bir də izahını verirəm. Maddələrdə x OH maddəsi verib, bir də kalsium x maddəsi verib də. Şərtdə deyir ki, cədvəldə atom sayları eynidir. Mən deyirəm ki, 1 x atomu var, 3 dənə də oksigen atomu var. Bu 4 dənə atomdur. Bir dənə kalsium atomu, bir dənə də x atomu var. Bu da 2 dənə atomdur. Bunların atom sayı eyni deyil. Mən hər ikisini gətirəm məsələn 4K-ya. Düzdürmü? Onda mən əvvəldə x OH-un əvvəlinə 1K yazım ki, 1K-nı 4-ə vuranda 4K olur. Bu kalsium x-in də əvvəlində 2K yazdım ki, 2K-nı 2-yə vuranda 4K olur. Belə olan halda atom sayları bərabərdir. Və deyirəm ki, 1K x OH-un deməli deyir ki, kütləsi 20 qramdır. Yazıram 20 bərabərdir. K vurulsun x OH-un emirinə. Və burada 2K-nı vuram kalsium x-in emirinə və bərabər edirəm 36. Sonra nisbət şəklində yazıram ki, burada K-lar x-lar geçsin. Və buradan x-in qiymətinin 32 aldığını tapıram. İndi baxağın 72-ci suala. 72-ci sualda maddələr verib, deyir kuprum 2x-dir və kuprum y-dir. Onun misin kütlə payı hər ikisində A-dır. Baxın, kuprum 2x üçün gəlin misin kütlə payından danışaq. Omega mis bərabər olmuş olacaq. Deməli, bir misin kütləsi 64. 64-ü 2-yə vuranda neçə eləyəcək uşaqlar? 128. 128-i bölürsünüz 128 də gəlsin x bərabərdir A bölünsün 100 şəklində olmuş olacaq. Kuprum y üçün baxsaq, yazıram ki, omega kuprum bərabərdir. Deməli, 64 bölünsün 64 üstə gəlsin y, o da bərabərdir A bölünsün 100. Bunlar bərabərdirsə, onda bu hissələr də bir-birinə bərabər olmuş olar. Onda yazıram ki, 128 bölünsün 128 üstə gəlsin x bərabərdir 64 bölünsün 64 üstə gəlsin y şəklində. Və burada yazıram ki, bunu buna vururam, bunu buna. 2 vurulsun 64 üstə gəlsin y bərabərdir 1 vurulsun 128 üstə gəlsin x şəklində. Bu da olacaq 128 üzərinə gəlsin 2y bərabərdir 128 üstə gəlsin x. Deməli, x bərabər oldu 2y-ə. X-in 2y-ə bərabər olduğunu gəlin burada qeyd edeyim. İndi bizə şərtdə nə deyirdi? Onu oxumadıq. Şərtdə, deməli uşaqlar, deyir ki, x-y birləşməsində x-in kütlə payını faizli hesablayın. Deməli, biz dedik ki, x bərabərdir 2y-ə, düzdürmü? Silinib. X bərabərdir deməli 2y-ə. İndi baxın, x-in 2y-ə bərabər olduğunu bildik. X bərabər dedik 2y-ə. İndi x-y birləşməsində x-in kütlə payını hesablayın. Yazacağım ki, omega x bərabərdir. Bir dənə x-in kütləsi, yəni 2y böləcəksiniz. X də gəlinsin bu 2y. 2y-in üzərinə 2y, 4y vuracaqsınız 100%-ə. Və buradan da 2y bölünsün 4y vurulsun 100%. Bu da olacaq neçə? 50%. 50%. Deməli, cavab olacaq 50%. İndi gəlin baxağın 73-cü suala. Maddələr verib kuprum 2x və kuprum y. Yəni misin kütləsi verib A. Baxın, kuprum 2x üçün yazıram ki, omega mis bərabərdir. Deməli, 128 bölünsün 128 üzərinə gəlsin x bərabərdir A bölünsün 100 şəklində olmuş olacaq. Deməli, kuprum y üçün də yazıram omega mis bərabərdir. 64 bölünsün 64 üzərinə gəlsin y bərabərdir A bölünsün 100 şəklində olmuş olacaq. Burada A bölünsün 100-lər eynidir. Onda qalacaq 128 bölünsün 128 üzərinə gəlsin x bərabərdir. 64 bölünsün 64 üzərinə gəlsin y. Burada 64 ilə 128 yığsa getdi. Və 2 vurulsun 64 üzərinə gəlsin y bərabərdir 1 vurulsun 128 üzərinə gəlsin x. Buradan tapırıq ki, deməli 2y bərabərdir bir dənə x-ə. Bunu yenə eyni şəkildə yazdım. Dedim, o birisi videoya baxmayanlar əgər varsa bu videoda yenidən izahını verdim. Və burada deyir ki, x-y birləşməsində y-in kütlə payını hesablayın. Yazacaqsınız ki, omega y bərabərdir 2y böləcəksən. 1 yəni x-in kütləsi 2y-dir. 2y üstə gəlsin 2y, 4y vurulsun 100%. Deməli, bu da olacaq 50%. 74-cü suala baxağın. Deyir, maddədə x2, y4-dür. Deyir, bu maddənin kütləsi 8 qramdır və maddədə x-in kütləsi də 6 qramdır. Deyir, 52 qram x3, y8 almaq üçün neçə qram y lazımdır?
Deməli uşaqlar x2 y4-ün deyir ki, ümumi kütləsi 8 qramdır, düzdür? Deyir bunun maddədə 6 qramı deyir x-dir. Onda neçə qram uşaqlar y-dir? 2 qramdakı y-dir. Baxın 6 qramı x-dir. Bu 6 qram x-dir. Yəni 2 dənə x atomunun kütləsi 6 qramdır. Onda 1 x elementi üçün kütlə 3 qram olar. Bəli. 2 dənə 4 dənə daha doğrusu 4 y atomunun kütləsi 2 qramdır. Onda 1 dənə y atomunun kütləsi 0,5 qram alınacaq. Tamam. İndi bizə nə deyir? Deyir ki, 52 qram x3y8, x3y8. İndi deyir ki, bu 52 qram olsun da. Deyirəm, bunun hələ bir 1 mol üçün baxaq görə kütləsi nə qədərdir? 1 mol üçün kütlə deyirik ki, 3x atomu və 8y atomundan ibarətdir də. 1x atomunun kütləsi 3 qramdırsa, 3 3-ə vuranda 9. 1y kütləsinin qiyməti 0,5-dirsə, deyirik ki, deməli 8 0,5-ə vuranda eləyir 4. 9-dan 4-ün cəmi 13 qramdır. Yəni 1 mol x3y8-in qiyməti 13 qramdır. İndi bizə deyir 52 qram. Onda uşaqlar 52 qram x3y8 almaq üçün əvvəlinə mən 4 yaza bilərəm. Çünki 4-ü 13-ə vuranda 52 eləyir də. Deməli 4 mol yazdım. İndi bizə deyir ki, burada neçə qram y lazımdır? 4 vurursuz 8-i 32. Deməli 32 y atom lazımdır. 1 y atomda kütləsini bizə verib 0,5-dir. 32 vurulsun 0,5, bu da bərabərdir 16-ya. Deməli doğru cavabımız olacaq 16. Gəlin indi baxalım 75-ci suala. Deyir birləşmənin bir molekulunda oksigenin kütləsi 1 molekulunda 16-dır. Onda bu nə deməkdir? Yəni birləşmədə bir dənə oksigen atomu görməliyik. Bu da B ilə Y ola bilər. Deməli 1-ə gedir B, Y. Baxın burada yazıram 1-ə B, Y. 2-yə. 2-yə deyir 48. Deməli burada 3 dənə oksigen atomu olmalıdır. Ona görə cavab olur 2-yə C. 32-də deməli olacaq 2 dənə oksigen atomu olan, yəni D variantı 1, B, Y, 2C və 3D. Və uşaqlar bununla bu bölmənin testlərin hamısı bitdi. Nə bilmədiyiniz, nə aydın olmayan, qaranlıq qalan sual varsa mənə yorumlarda yazın. Və hələlik bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Sağ olun uşaqlar. Bir də uşaqlar, mən sizə bu haqda məlumat verim. Bunu unutmamış deyim. Özümün həm Instagramda, həm də deməli TikTokda səhifələr paylaşacağam. Hələ ki TikTokda yoxdur, amma Instagramda yəni TikTok tam belə dəqiq düşünmürəm paylaşacağam ya paylaşmayacağam, amma Instagramda səhifəm açıqdır və orada da həmin bu yorumlarda qaranlıq qalan, əgər ki suallarınız varsa mənə bu yorumlarda qeyd edin, ya mən onu YouTube'da short vasitəsindən paylaşırım, ya ayrıca bir video və yaxud da Instagramda yükləyəcəm. Baxarsınız indi hansı səhifə. TikTok tam dəqiq bilmirəm, hələ ki TikTok açmamışam, amma bu da ağlımda var. Allah belə arada mən YouTube'da canlı açaram, oradan suallarınızı verə bilərsiniz. Ona görə deyirəm ki, yorumlarda qeyd edin və yaxud da mənə şəxsi WhatsApp-dan da bildirə bilərsiniz ki, mənim bu sualı bilmədik, bunu yəni sualın izahını verin. Ona görə mən əlimdən gəldiyi qədər sizə kömək etməyə çalışacağam. Yəni suallarınızı verin. TikTok hələ ki bilmirəm, amma Instagramdan, YouTube'dan və yaxud da yəni mənim öz nömrəmdə sizə qeyd edeyim. Yenidən 051 595 69 64 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Hələlik uşaqlar bu qədər. Sağ olun.